Tədbir iki hissədən ibarət idi. Rəsmi hissəni universitetin rektoru Mübariz Yusupov açdı. O, universitetdə yaradılmış Xarici Dillər Fakültəsinin özünü doğrultduğunu dedi. Tədris işləri üzrə prorektor Orucəli Rızayev fakültənin yaranma tarixi haqqında məlumat verdi. Onun dediyinə görə Xarici Dillər ixtisasları 1998-ci ildə Tarix və Dil Ədəbiyyat Fakültəsinin nəzdində yaradılmışdı. 2002-ci ilin mart ayından müstəqil olaraq Xarici Dillər Fakültəsi kimi fəaliyyət göstərir. Çıxış edən digər müəllimlər məzunları buraxılış münasibəti ilə təbrik etdilər. Rəsmi hissə sona çatdıqdan sonra bədii hissə keçirildi. Məzunlar mahnı oxuyub parodiyalar göstərdilər. Dünənin tələbələri olan bu gənclər sabahın müəllimləridirlər. Bunu dərk edən məzunların danışığından həyəcan hiss olunurdu. Biraz həyəcanlıyam ona görə ki, həm sevinirəm, həm kədərlənirəm. Sevinirəm ona görə ki, mən bu universitetdə gəldim, tələbə yoldaşlarımla yaxşı dostlar qazanmışam. Kədərlənirəm ona görə ki, bu 4 il müddətində bir-birimizə öyrəşdiyimiz uşaqlardan, tələbələrdən ayrılırıq. İlk öncə mən bütün məzunları, eləcə də öz qrup yoldaşlarımı ürəkdən təbrik edirəm ki, institutu müvəffəqiyyətlə başa vurduq və fürsətdən istifadə edib bu günə gəlib çatdığımız üçün valideynlərimizə dərin təşəkkürümü bildirirəm. Arzu edərdim ki, nəinki təkcə bu məzun günlərini məhz Gəncədə, Bakıda, o cümlədən işğal olunmuş digər torpaqlarımızda, gözəl diyarlarımız olan Şuşada, Laçında və başqa yerlərimizdə biz bunu təntənəli surətdə qeyd edək. Bizə dərs deyən bütün müəllimlərimizə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Həm öz adımdan, həm bütün məzunlar adından və məzunlara isə üz tutub deyirəm. Mənim bir arzum var dostlarım sizə. Üzünüzdə qəm-kədər oxunmayaydı, nə sevgi həsrəti, nə vüsal dərdi. Sizin gəncliyinizə toxunmayaydı. Qeyd edək ki, bakalavr təhsil pilləsini bitirən bu gənclərin universitetdə magistr təhsillərini almaları dəqiq məlum deyil. Çünki universitetin magistr proqramı Təhsil Nazirliyinə təqdim olunub. Hələ ki cavab alınmayıb. Vüsal Məmmədov, Vaqif İbrahim Xəlil, Xəbər Plus.